Mən fikir vermişəm, cəmaət deyir ki, ictimai məsələlər daha çox danışılmalıdır. İnanın, mənim yaşıma, təcrübəmə bu qədər, bu neçə illərdir bu işlərin içindəyik. Mən gəldiyim nəticə budur ki, bütün ictimai problemlər budur ki, biz mənəviyyatda asırıq. Allahla bizim münasibətimiz düz olmayandan sonra bizim nəyisə tənqid eləməyimizin də təsiri yoxdur. Nəyisə bir münasibət bildirməyimizin də təsiri yoxdur. Sözümüzün də çəkisi yoxdur. Nə vaxta qədər biz qayıtmalıyıq Allahla öz aramızda. Əzəmətli kişilər olmalıdır xalqın içində, millətin içində. Allahla sözü bütöv, nurani, pak, təmiz insanlar ki, bir sözü insanlara təsir eləsin. Cəmiyyətin əxlaqına təsir eləsin. Yanlışlıqları düzəltməyə təsir eləsin. Yoxsa bizim hadisələrə qarşı olan reaksiyalarımız deyingənliyə oxşayır. Heç səsimiz bir yerə çatmır, sözümüz yüngül olur, dəyərdən düşür. İnanın, ona görə bir çox hallarda adam bəzi məsələlərə heç münasibət bildirmək istəmir.